Mayın 10-da Ağcabədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ağcabədi rayon Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgiyə baxış keçiriblər. Mərkəzin konferans zalında davam edən tədbirdə əvvəlcə sənədli film nümayiş olunub. Moderatorun açılış nitqindən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri barədə ətraflı danışıblar. Çıxışlarda Ulu Öndərin siyasi kursunun bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Tədbir çərçivəsində aprel döyüşləri şəhidi Gizir Dilsuz Qarayevin ölümündən sonra təltif olunduğu Vətən uğrunda medalı ailəsinə təqdim olunub. İştirakçılar bu anı ayaqüstə alqışlayıblar. Yekunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib, Ümumilli liderin anadan olmasının 103-cü ilinə həsr olunan müxtəlif yarışların qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin bədii hissəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı təqdim olunub. Proqramda Ulu Öndərin sevdiyi Azərbaycan musiqiləri, muğam nümunələri və vətənpərvərlik ruhlu ifalar səsləndirilib. Gözəl məndən üz dönərəm, o yolda atılmış serik, bir cüz koşa atılsa da boşa düşmedik. Bir zerrenin ışığına milyonlar şerik. Dünya senin, dünya benim, dünya hiçimiz.
Sen eşkim zəfərim, çağlayan kürməzərim, güneşli al səhərim Azərbaycan. Sen eşkim zəfərim, çağlayan kürməzərim, güneşli al səhərim Azərbaycan. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.